Salam əziz şagirdlər. Bugün sizinlə 8-ci sinif fizika dərsinin 2-ci hissəsinin ilk mövzusu olan mexaniki dalğalar və onların növləri mövzusunun tapşırıqlarının izahını bölüşəcəm. Əvvəlcə öyrəndiklərinizi tətbiq edin tapşırıqlarına nəzər yetirək. Öyrəndiklərinizi tətbiq edin tapşırıqlarında deyilir ki, verilən xassənin hansı növ mexaniki dalğaya aid olduğunu uyğun xanada plus işarəsi yazmaqla cədvəli tamamlayın. Gəlin baxaq. Birinci xassədə deyilir ki, mühitin zərrəciklərinin sıxlaşma və seyrəkləşməsinin növbə ilə təkrarlanmasıdır. Bu uzunluğa dalğaya aid olan xassədir. Uzunluğa dalğayı plus qoyuruq. Daha sonra deyilir ki, mühit zərrəciklərinin qabarıq və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Bu xassə isə eninə dalğaya aid olan xassədir. Eninə dalğaya plus qoyuruq. Üçüncü xassədə deyilir ki, mühitin zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətinə paraleldir. Mühitin zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətinə paralel olan dalğalar uzunluğa dalğalardır. Perpendikulyar olan dalğalar isə eninə dalğalardır. Deməli, üçüncü xassə uzunluğa dalğalara aid olan xassədir, dördüncü xassə isə eninə dalğalara aiddir. Zərrəciklər mühitdə irəli-geri rəqsi hərəkət edir. İrəli-geri rəqsi hərəkət edirsə, deməli, bu mühitin zərrəciklərinin rəqsi hərəkət istiqamətinə paraleldir. Həmin dalğa uzunluğa dalğadır. Aşağı-yuxarı hərəkət edirsə perpendikulyardır. Bu isə eninə dalğadır. Keçək 7-ci xassəyə. 7-ci xassədə deyilir ki, o bütün elastik mühitdə yayıla bilər. Bütün elastik mühitlərdə yayıla bilən dalğalar uzunluğa dalğadır. Yalnız bərk cisim və mayenin səthində yayıla bilən dalğalar isə eninə dalğalardır. Keçək öyrəndiklərinizi yoxlayın tapşırıqlarına. Öyrəndiklərinizi yoxlayın tapşırıqlarında ilk iki tapşırıq test formasında verilib. Gəlin baxaq. Birinci tapşırıqda deyilir ki, mexaniki dalğaların yaranması üçün hansı şərt ödənməlidir? A variantında deyilir ki, yalnız bir neçə təcrid olunmuş rəqs mənbəyi olmalıdır. Xeyr, mexaniki dalğanın mənbəyi rəqs edən cisim, bir də onu təşkil edən zərrəciklərdir. A variantı yanlışdır. B variantda deyilir ki, yalnız təcrid olunmuş maddə zərrəcikləri olmalıdır. Xeyr, bu da yanlış cavabdır. C variantında isə deyilir ki, rəqs mənbəyi və ayrılmaz elastik mühit olmalıdır. Bəli, deməli, mexaniki dalğanın mənbəyi rəqs edən cisimdir. Onun rəqs mənbəyi olmalıdır. Bir də o elastik mühitdə meydana çıxan dalğadır. Deməli, doğru cavabımız olacaq C variantı. İkinci tapşırıqda deyilir ki, mexaniki dalğaların yayılması prosesində nə baş verir? Maddə daşınması baş verir? Xeyr. Enerji daşınması baş verir? Bəli, doğru cavabdır. Mexaniki dalğanın yayılması prosesində yalnız enerji daşınması baş verə bilər. B variantı doğru cavabdır. Keçək üçüncü tapşırığa. Üçüncü tapşırıqda deyilir ki, mexaniki dalğaların hansı növü həm havada, həm də yer qabığında yayıla bilər. Yəni, bütün mühitlərdə yayılır. Bu aiddir uzunluğa dalğaya. O, həm havada, həm də yer qabığında, yəni bütün mühitlərdə yayılır. Amma eninə dalğalar isə yalnız bərk cisim və mayələrin səthində yarana bilən dalğalardır.